açıq deyəcəm, pulla alır, həm nə bilim tapşırıqla alır məhkəmələri, bütün dövlət orqanlarını, yəni bizim qərarlarımızı rədd edirlər. Bələdiyyə bu vəzifə maaşları bizdən gizlətmişdir, bizə ödəməmişdir. Ştat cədvəlini tələb eləyirəm ki, dövlət orqanları Nizami Bələdiyyəsindən ştat cədvəlini tələb eləsin. İşlədiyim illər ərzində orada bütün işçilərin, vergi mütəxəssisi vəzifəsində çalışan işçilərin təyin olunmuş əmək haqları var. Orada hər şey açıq-aşkar görüləcək. Bakının ən qalmaqallı rayonlarından biri olan Nizami rayonunda problemlər bitmək bilmir. Bu dəfə icra hakimiyyəti estafeti bələdiyyəyə ötürüb deyəsən. Nizami rayon bələdiyyəsindən şikayət var. Nəzarova Samirə və İbrahimova Saadət Sədr Quliyev Vüqar Həsənoğlunun necə deyərlər, növbəti qurbanları olduqlarını iddia edirlər. Kanalımıza müraciət etmə səbəbləri isə 8 saata görə əmək haqqının əsas hissəsi olan vəzifə maaşlarının verilməməsi ilə bağlıdır. Şikayətçilər iddia edirlər ki, sözgedən qurumda xeyli sayda qanunsuzluqlara yol verilir. Belə ki, işə götürülən zaman müqavilə nüsxəsi işçilərə verilmir. İşçilərin 8 saatına görə təyin olunmuş aylıq əmək haqqının vəzifə maaşları ödənilmir. Sadəcə yığımın faizini alırlar. Çalışanların adına əmək haqqı yazılır, amma təqdim olunmur. Hətta vergi mütəxəssisi vəzifəsində işləyənlərin adına 3 müqavilə bağlanılır və bu il yarımdan bir dəyişdirilir. Bəzən isə heç il tamam olmadan yenilərir. Şikayətlər olduqda isə bələdiyyə tərəfindən saxta müqavilələr tərtib edilərək məhkəmələrə təqdim olunur. Ən əsası isə böyük yığımlar olanda qarşısına büdcə yazılır. Burada büdcə də cib hesab olunur deyə şikayətçilər qeyd edir. Vəzifə maaşlarının verilməməsinə görə narazılıq edən xanımlar bildirirlər ki, məsələ ilə bağlı aidiyyatı qurumlara şikayət etdikdən sonra 2024-cü ilin iyul ayında bütün işçiləri tapşırıq müqaviləsindən əmək müqaviləsinə köçürüblər. Eyni zamanda məhkəməyə müraciət edilən zaman bir çox şəxslərin əmək kitabçaları ləğv edilərək sahiblərinə qaytarılıb. Çünki həmin şəxslərin işə gəlmədən adları işdə gedib deyə iddiada bildirilir. Onu da qeyd edək ki, xanımların şikayətindən sonra bələdiyyə 5200 manat cərimə olunub. Şikayətçilərin sözlərinə görə Sədr Vüqar Quliyevin 385 min manat borcu da var, hansı ki, torpaq satışı zamanı yaranıb. Qalmaqallı məsələdə qarşı tərəf bələdiyyə sədrini məhkəmədə udub. Saxta müqavilələrlə yanaşı torpaq satışı, qaraj satışı ilə də məşğul olan müəssisədə vəzifələrinin nə olduğunu deyəsən unudublar. Məlumatda o da bildirilir ki, Sədr Vüqar Quliyevin vəkili olan şəxs Mirzəyev Fikrət Xasayoğlu vaxtilə Nizami rayon məhkəməsinin hakimi olub. Hazırda isə keçmiş əlaqələrindən istifadə edərək hüquqlarını müdafiə etdiyi Vüqar Quliyevin məhkəmə işlərini asanlıqla udur. Daha ətraflı sujetimizi izləyək. Nəzarova Samirə Kamil qızı. Samirə xanım, nədir problem? Mənim problemim bu Nizami rayon bələdiyyəsi ilə bağlıdır. Yəni 2017-ci ildə 17-ci ilin 10-cu ayın 7-ci ayında mən əmək müqaviləsi ilə işə başlamışam. 2019-cu ilin 22-sində, yəni birinci ayda mən yəni ki, yenidən müqaviləni dəyişdilər. Yəni bir insan adına 3 dənə müqavilə bağlayıblar. Bir əmək müqaviləsi, bir xidməti, bir də tapşırıq. Yəni dövlət başçısının qərarı var ki, hamı bir nəfər kimi işçiyə bir müqavilə bağlamalıdır. Yəni 3 müqavilə deyil. Mən də buna görə, işdən çıxdığıma görə, yəni əmək müfəttişliyi iş birliyində müraciətimi bildirdikdə onları 4000 manat cərimə elədilər ki, yəni həqiqətən də belə bir haqsızlıq var. Yəni ki, bir insan adına 3 müqavilə bağlamaq olmaz. Buna görə 4000 manat onları cərimə elədilər. Hətta mənim özümü günahsız yerə, yəni günahım olmadan işdən azad elədilər. Yəni əslində mənim bu vəzifə maaşımın olduğunu mən bilmirdim, xəbərim yox idi. Mən sonradan gedib dost xidmətində sənədlərimi çıxaranda orada gördüm və gördüm ki, mənim vəzifə maaşım var imiş, 393 manat 60 qəpik. İndi hal-hazırda bu vaxta qədər mənim 7000 nə qədər idisə pulumu mənimsəyib, vəzifə maaşımı verməyib. İndi biz bu barədə müraciət edirik, məhkəmələrə veririk. Yəni bəllidir ki, imkanı olduğuna görə, yəni həm
açıq deyəcəm, pulla alır, həm nə bilim tapşırıqla alır məhkəmələri, bütün dövlət orqanlarını, yəni bizim qərarlarımızı rədd edirlər. Yəni hansı ki biz sənədli sünud, sənədlər təqdim edirik dəlilliyinə. Baxın, bunu mən dost xidmətdən çıxartmışam. Yəni bu təsdiqlənmiş sənəddir. Burada da hal-hazırda göstərir ki, mənim 393 manat 60 qəpik vəzifə maaşım var. Amma mən bunu müraciət edəndə başlayırlar bunu başqa cür bizə izah edirlər ki, yəni elə bir şey yoxdur. Amma bizdə 8 saatın yəni yığımıdır. Bu da sosial arayışdır. Həmçinin burada da göstərirlər. Bir dəqiqə üzr istəyirəm. Burada göstərirlər 393 manat. Buyurun. Baxın, sosial arayışda 393 manat 60 qəpik vəzifə maaşıdır, əmək haqqı. Görürsünüz, vəzifə müfəttişi olub. Və burada mən istəyərdim ki, bütün orada bu adlar var, soyadlar var. Bütün bu müfəttişlərin hamısının vəzifə maaşı yoxlanılsın. Və mənim tələbim budur ki, ştat cədvəli tələb eləsinlər. Düzdür, biz müraciətlər bildiririk məhkəmələrə, bütün dövlət orqanlarına müraciətlərimizi bildiririk, amma bizim müraciətimizə baxan yoxdur. Yəni hər şey, bütün nə müraciətlər bildiririksə, məhkəmələr də hamısı qərarı onun xeyrinə çıxarır. İbrahimova Səadət Rüstəm qızı. Buyurun, Səadət xanım. Mənim tələbim Bakı şəhəri Nizami Bələdiyyəsindən əmək hüquqlarımın pozulması səbəbindən mənə ödənilməmiş məbləğin 5430 manat 93 qəpik vəzifə maaşımın ödənilməsi ilə bağlıdır. Deməli, illərdir mən 2020-ci ilin noyabrın ayında mən bələdiyyədə vergi mütəxəssisi vəzifəsində çalışmışam və çalışdığım müddətdə mənə aylıq 8 saatıma görə 250, daha sonra 2022-ci ilin yanvar ayında 300 manat təyin olunmuş. Lakin bələdiyyə bu vəzifə maaşları bizdən gizlətmişdir, bizə ödəməmişdir. Yalnız bizə işlədiyimiz vaxtda faizi, yəni ki 25%-lə əmək haqqı ödəmişdir. Qanunvericilikdə də faizlə əmək haqqı ödəmək qanuna ziddir. Buna baxmayaraq məhkəmələr bunlara göz yumur. Onların qanunlarını, yəni ki qanunsuz etdiklərini Əmək haqqınız qeyd bələdiyyə edir. tərəfindən mənimsənilib. Bəli, bəli. Mənimsənildiyi üçün də müraciət edirsiniz. Bəli, bəli. Mənimsənildiyi üçün müraciət edirik. Amma buna baxmayaraq dövlət orqanları bizim səsimizi eşitmir. Bələdiyyədə əsas şikayətiniz nədən ibarət? Vəzifə maaşımın verilməsi ilə bağlıdır Bələdiyyədə şikayətim. işlədiyimiz müddətdə negativ hallarla Çox rastlaşmısınız? negativ hallarla, haqsızlıqlarla çox rastlaşmışıq. Buna baxmayaraq mən yalnız özümə aid olan məsələ ilə sizə müraciət edirəm. Tələbiniz nədir? Tələbim vəzifə maaşımın verilməsidir. Bəli, buyurun. Mən bildirmək istəyirəm ki, Nizami Bələdiyyəsi saxta sənədlər təqdim edir məhkəməyə. Müqavilələr. Bəli, əmək müqaviləsini saxta, yəni nəyə görə deyirəm? Çünki burada baş mütəxəssis kadrın imzası var, lakin mənim imzam yoxdur. Mənim imzam yalnız arxada 2 vərəqdən qeyd olunub. Amma təsdiqlənmiş hissədə, əsli ilə düz olan hissədə qeyd olunmayıb. Mən də ki, əminliklə... Yəni bu saxta müqavilədir. Bəli, saxta müqavilədir. Nəyə görə deyirəm? Baxın, nümunəvi müqavilə arasında, onların tərtib etdiyi müqavilə arasında fərq var. Ümid edirik ki, lazımi qurumlar dövlət müəssisəsində baş verdiyi iddia olunan qalmaqallı məsələni araşdırıb, problemi qanun çərçivəsində həll edəcəklər. Mövzu diqqətimizdədir.